2026-cı il Böyük Qaydışa dair birinci dövlət proqramının sonuncu ilidir. Əvvəllər başlanmış layihələrin böyük hissəsi bu il ərzində yekunlaşır. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Ağdam, Füzuli və Xocavənd rayonlarında, o cümlədən Ağdam şəhərində, Ağdamın 2 kəndində, Füzulinin 2 kəndində, eləcə də Xocavənd rayonunun bir sıra yaşayış məntəqələrində bərpa, təmir, tikinti işlərinin başa çatdırılması nəzərdə tutulur. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib. O bildirib ki, ilin sonuna qədər Ağdam şəhərində 4-cü və 5-ci yaşayış komplekslərinin istifadəyə verilməsi ilə təxminən 10.000 nəfərin köçürülməsinin təmin edilməsi planlaşdırılır. Eyni zamanda Füzuli rayonunun Dövlətyağlı və Pirəhmədli, Ağdam rayonunun Eyvazxanbəyli və Başqərvənd kəndlərinin tikintisi davam edir. Xocavənd rayonunda isə bir şəhər, 2 qəsəbə və 14 kənddə yaşayış məntəqələrinin bərpası aparılır və ilin sonuna qədər rayonun əhalisinin 12.000 nəfərə çatdırılması nəzərdə tutulur. Bütün bu proseslər Böyük Qaydışa dair birinci dövlət proqramına uyğun həyata keçirilir. Hazırda ikinci dövlət proqramı hazırlanır və onun çərçivəsində Ağdam şəhərində, rayonun digər kəndlərində, eləcə də Füzuli rayonunda bərpa işlərinin davam etdirilməsi planlaşdırılır. Növbəti mərhələdə Ağdam rayonunda əlavə 30-40 min, Füzuli rayonunda isə daha 10.000 nəfərin köçürülməsi nəzərdə tutulur. Əsas infrastruktur layihələrinin böyük hissəsi artıq tamamlandığından, bundan sonra sosial infrastrukturun tikintisi və köç prosesi daha sürətlə həyata keçiriləcək deyə Emin Hüseynov bildirib.